Salam pulgirlər. Kriptoda və maliyyə bazarlarında ticarət dedikdə nələr nəzərdə tutulur? Bugün o haqda danışacağam. Hamı trade deyir. Bəs bu trade nədir və onun hansı növləri var? Videoya başlamamışdan əvvəlcə nə edirik? Həmişə olduğu kimi kanala abunə olub videonu like edirik ki, bu məlumatlardan çoxları xəbərdar olsun. Hə dostlar, tradein əsas iki növü var. Spot və futures trade. Spot trade nədir və onun üstün və mənfi cəhətləri nədir? Eləcə də futures trade nədir? Onun üstün və mənfi cəhətləri nələrdir? Başlayaq ondan ki, spot trade nədir? Spot trade bir aktivin indiki zamanda real qiymətində alınıb və satılması nəzərdə tutulur. Yəni misal üçün götürsək, bir Bitcoin hal-hazırda tutaq ki, 100.000 dollardırsa, biz onu 100.000 dollara indiki qiymətlə alıb və sata biliriksə, bu spot ticarət adlanır. Spot tradein üstün cəhətləri ondan ibarətdir ki, bu sadə və şəffaf mexanizmdir. Leverage istifadə olunur, yəni istifadə olunmur. Yəni kreditdən burada istifadə olunmur, yəni kiməsə borclu deyilsən. Digər üstünlüyü ondan ibarətdir ki, aktiv sənindir. İstədiyin anda çıxarda bilirsən, yəni withdraw əməliyyatı eləyə bilirsən. Digər bir məsələ isə burada risk futuresə nisbətən qat-qat azdır. Spot tradein mənfi cəhəti isə ondan ibarətdir ki, yalnız aktivin qiyməti qalxarsa gəlir əldə edərsən. Əks halda gəlir mümkün deyil, yəni itirə bilirsən. Digər müsbət cəhəti ondan ibarətdir ki, aşağı kapitalda gəlir də aşağı olur. İndi isə başlayaq, futures ticarət nədir, onun üstün və mənfi cəhətləri nələrdir? Futures ticarətində gəlir böyükdür, risk isə ondan da böyükdür. Futures ticarətində sən real aktiv almırsan. Sən onun gələcəkdəki qiyməti haqqında, yəni düşəcəyi və qalxacağı haqqında bir növ mərc edirsən. Yəni aktivin qiymətinin gələcəkdə qalxıb və düşəcəyi haqqında təxmin edərək gəlir əldə edirsən. Bəs futures ticarətin üstünlükləri nələrdir? Leverage, yəni burada götürsək kredit çini, yəni az məbləğlə, böyük leverage ilə sən böyük qazanc əldə edə bilirsən. Yəni 10x götürsək, sən 100 dollarla 10x-lik əməliyyat açıb 1000 dollar qazana bilirsən. İkinci üstünlüyü ondan ibarətdir ki, həm long, həm short, yəni forex dilindən isə desək, buy və ya sell əməliyyatı açmaq mümkündür. Yəni spotdan fərqli olaraq, spotda belədir ki, biz ancaq long əməliyyatı, yəni futures dili ilə götürsək long əməliyyatında biz xeyrə çıxa bilirik. Yəni biz qiymət düşsə, bizim aktivimiz azalır və yəni biz itirə bilirik. Amma futures əməliyyatında isə biz qiymət düşəcəyini texniki analizlə təyin etsək, biz onun düşəcəyinə istiqamət alaraq əməliyyat aça bilib buradan xeyir götürə bilirik. Volatillik əgər yüksəkdirsə, qazanc da o qədər yüksək ola bilər. Futures trading riskləri ondan ibarətdir ki, leverage, yəni kredit çini nə qədər yüksək olduqca, likvidasiya, yəni itirmə, yəni sıfırlanma, bütün kapitalın itirilməsi riski də bir o qədər çox olur. Yəni bunu belə izah edeyim dostlar. Əgər leverage'imiz 12x-dirsə, yəni 100 dollarlıq əməliyyatla 1200 dollarlıq mövqe açırıqsa, bazar əgər 8% bizim əleyhimizə hərəkət etsə, biz bütün pulu itirə bilirik. Digər bir risk ondan ibarətdir ki, burada insan emosional və psixoloji hazır olmalıdır. Başqa bir riski də odur ki, futures ticarəti tez-tez xəbərlərlə bazarlarda manipulyasiya yaradırlar. Ki, bu bəzən süni şəkildə onu yaradırlar ki, insanlar daha çox itirə bilsinlər. Yəni, bu itirən zamanda təbii ki, birjalar və maliyyə bazarlarının iştirakçıları daha çox gəlir əldə edirlər. Dostlar, istəyirəm sizinlə bəzi statistik və maraqlı məlumatlarda bölüşüm. Demək, ortalama gündəlik futures ticarət həcmi dünyada 2.5 trilyon dollardır. Və futures ticarətinə başlayan şəxslərin 90% üzərində bir qismi ilk bir ildə bütün kapitalını itirirlər. Bəs sual oluna bilər ki, futuresdə qazananlar da var təbii ki, bunlar nəyə riayət edib qazanc əldə edirlər? Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, müəyyən qədər texniki analiz bilmək vacibdir təbii ki. Müəyyən qədər dediyim dostlar, bəzi insanlar var ki, pro versiyada texniki analiz bilirlər, amma emosional hazır deyirlər bazarın davranışlarına. Bəzən xəbərin manipulyasiyasına uyurlar, bəzən emosional özləri qərar vermədə səhv edirlər və s. bu kimi hallarda
insanlar müəyyən qədər kapitalını itirə bilirlər. Amma adam da var ki, yəni mən özüm şahidəm buna, texniki analizi bir o səviyyədə, yəni mükəmməl səviyyədə bilməsə belə, təbii ki, müəyyən anlayışları bilir. Amma psixoloji və emosional o qədər hazırlıqlıdır ki, yəni müəyyən strategiya ilə o qazanc əldə edə bilir. İkinci bir məsələ ondan ibarətdir ki, burada kapital bölgüsünə düzgün analiz eləmək lazımdır. Yəni risk menecmentə ciddi şəkildə riayət etmək əməl olunmalıdır. Yəni belə ki, kapitalın müəyyən hissəsini biz futuresə ayırmalıyıq. Yəni əlimizdə olan pulun hamısını biz futuresə ayırsaq, biz o zaman emosional olaraq buna hazırlıqlı olmayacağıq. Eyni zamanda insanlar var ki, kreditə girərək götürürlər və ya borc alaraq futures əməliyyatı edirlər. Bunun özü belə, nə qədər texniki analizi professional bilsən belə, sən emosional olaraq gərgin vəziyyətdə qalırsan ki, çünki ayın axırı borcu qaytarmaq lazımdır, krediti vermək lazımdır. Bu emosional təzyiqlər insanı həm mənəvi cəhətdən çökdürür, eyni zamanda da bu mənəvi çöküş sonra da insanın texniki analizdə səhv qərar verməsinə nəticələnərək insan pulunu itirir, yəni likvidasiyaya uğrayır. Nə qədər professional olsan belə, müəyyən vəziyyətlərdə stop lossdan istifadə etmək zəruridir. Eyni zamanda da yüksək məbləğdə kaldıraç, yəni ki, leverage açmaq o qədər də risklidir. Yəni bir növ nə qədər sən böyük məbləğ açsan, elə bil ki, bir növ sən qumar etmiş olursan. Dostlar, indi isə istəyirəm digər bir məsələyə toxunum. Tradinglə investisiyanın fərqi. Yəni trading ticarət əməliyyatı az öncə də söylədiyim kimi spot və futuresdən ibarətdir ki, spotu da insanlar günlük də eləyə bilir, aylıq da, illik də, bəzən 5 illik, 10 illik də edə bilirlər. Tradinglə investisiyanın fərqi ondan ibarətdir ki, dostlar, tradingdə insan düzdür, tez gəlir olduğu kimi tez itirmə də var. Həmçinin trading aktiv monitorinq tələb edir. Yəni daim ekran qarşısında olmalısan, həmçinin psixoloji hazırlığın olmalıdır, müəyyən qədər risk idarə etmə bacarığı və sair bu kimi amillər də insandan tələb edir. İnvestisiya ilə isə dostlar uzun müddətli sərvət qurmaq mümkündür. Yəni biz investisiyaya 1 illik deyil, ən azı bir 5-10 illik müddətə baxmaq lazımdır. Çünki nə qədər gəlir verən aktiv olsa belə il olur ki 20% düşür. Yəni 20% bir aktivin düşməsi özü böyük bir məbləğ itki demək. Həmçinin investisiya passiv gəlir mənbəyi hesab oluna bilər. Zamanla var dövlət qurmaq mümkün. Və burada bir nüansı da qeyd etmək istəyirəm dostlar. Bəlkə də futureslə aktiv məşğul olanların bəlkə inciyə bilər bu sözdən. Amma tarix onu göstərir ki, uzun müddətli investisiya edənlər daha çox sərvət sahibi olur, nəinki gündəlik ticarət edənlər, yəni futures trade edənlər. Dostlar, digər bir maraqlı bir faktı sizinlə bölüşmək istəyirəm. S&P 500 indeksinə görə 20 il ərzində investisiya edən şəxslər ortalama illik 8-10% gəlirə çıxa bilirlər. Yəni bu o demək deyil ki, orada düşüşlər olmur. Təbii ki, orada da düşüşlər olur. Bəzən S&P 500 indeksi göstərib ki, illik ortalama 20-22% düşüşlər də olub. Amma bu düşüşlərə biz illik yox, uzun müddətli investisiya şəklində baxsaq, o düşüşlər sonra gəlirə çevrilir. Yəni zamanla gəlirə çevrilir və daha çox insanlar investisiyadan gəlir əldə edə bilirlər. Amma gündəlik trade edənlər isə 90%-i bir il ərzində aktivlərini itirirlər, yəni likvidasiya olurlar. Hə dostlar, son olaraq ümumiləşdirsək, traderlik sənət və bir növ peşədir. Bununla sən aktiv şəkildə məşğulsansa və bütün psixoloji və emosional olaraq hazırsansa, burada sən ciddi qazanclar əldə edə bilirsən. Amma unutma ki, bir gündə qazanmaq elə bir gündə itirməyə də bərabərdir. İnvestisiya isə səbr işidir. Zaman bazarı udur prinsipi ilə hərəkət edənlər sonda daha çox qazananlar olur. Hə dostlar, bugünkü mövzumuz spot və futures ticarəti, eləcə də günlük trade mi yoxsa investisiya mövzusundan ibarət idi. Siz də bu mövzu haqqında fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Hansına üstünlük verirsiniz və hansı sizin emosional və psixoloji vəziyyətinizə daha uyğundursa şərhlərdə qeyd etməyi unutmayın. Növbəti videoda görüşənədək.